Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə birinci kurslara məsləhət videosu çəkmək istəyirəm. Məlum məsələdir, artıq sentyabr ayına yaxınlaşırıq və hər kəs məktəb alış-verişi, universitet üçün hazırlıq videolar çəkir. Əsası isə orada boş sözlər yox. Həqiqətən mən 4-cü kurs olduğuma görə sizə hansı məsləhətlər faydalı ola bilər, onları bölüşəcəm. Universitetə başladınız, artıq 15 sentyabrdır. Biz qaydaq 15 sentyabr gününə. Bu arada dünən cavablar çıxıb. Tələbə adı qazanan hər kəsi təbrik edirəm. İnşallah bu yolda hər birinizə uğurlu olar. Sağ-salamat başa vurarsınız. Artıq universitet başladı. Biz nə etməliyik? Yəni, çünki universitet və məktəb həqiqətən bir-birindən tamam ayrı bir şeylərdir. Yəni, siz ayrı bir ortama düşmüş olursunuz. Ən əsası ünsiyyət qura bilməkdir. Heç nədən çəkinməyin. İlk gündür, siz heç nə bilmirsiniz. Universitetin kitabxanası hardadır, yeməkxanası hardadır, siniflər hardadır, mərtəbələrdə hansı otaqlar yerləşir. Siz bunlar haqqında heç bir şey bilmirsiniz. Sizin bildiyiniz sadəcə universitetə qəbul olduğunuz universitetin adıdır. Yəni ona görə də çalışın, heç bir şeydən qaçınmayın. Hər bir şey sual verin, sual edin, öyrənməyə yəni maraq edin. Həqiqətən yəni biraz utancasaz, yəni fərqi yoxdur. Müəllim oldu, şagird oldu və yaxud da üst böyük tələbələr oldu, yəni digər kurslar oldu. Əsas odur ki, çəkinməyin. Çünki belə deyək də biraz avam oluruq həmən ildə. Yəni bəzən aldana da bilirik təbii ki. Ona görə də ən önəmlisi danışmaqda, ünsiyyət qura bilməkdir. Və burada universitetdə fərqli anlayışlar olur. Yəni biz artıq burada müəllim, şagirddən çıxırıq. Burada dekan, rektor, prorektor, tutor, starsa kimi fərqli anlayışlar gəlir. İstəsəniz onun haqqında da ayrı bir video çəkərəm. Yəni həmən şəxslərin vəzifəsi nədir və universitet ərzində müəllimlərə necə yanaşmaq lazımdır? Çox önəmlidir dostlar. Məsələn, mən öz təcrübəmə əsasən deyəcəm. Bizim qrupda elə tələbələr olmayıb, amma patokumuzda olub. Yəni dərs vaxtıdır. Müəllim tutaq ki, deyir ki, nə bilim, yumurtanın rəngi ağdır. Başqa bir tələbə də qalxıb deyir ki, yox, yumurtanın rəngi qaradır. Yəni, bunu bu cür yox, məsələn, mənim fikrimcə belədir desək, müəllimə daha xoş olar. Amma müəllimin fikrini əks bir halda gətirib onu dilə gətirmək çox düzgün deyil. Çünki müəllim artıq səni yox, tək qrupu qaralayır və həmən qrup üzrə müəyyən işlər apara bilir. Nə bilim, sizin sərbəst işinizi nəzarətə götürə bilər, dərs boyu həmən sinifi nəzarət halına götürə bilər, fərqi yoxdur. Müəllim artıq səni nümunəvi tələbə olaraq yox, onun gözündə artıq aşağı düşmüş olacaqsın. Ona görə də bu sinifə də təsir eləyir təbii ki. Ona görə də müəllimlərlə dilləşməyin. Müəllim artıq xoşa gəlməyə çalışın. Çünki qiyməti verən müəllimdir. Ona görə də biz məcburuq ki, müəllimlə ünsiyyətimizi yaxşı saxlaya bilək. Nə bilim, necə əlaçı olmaq olar? Bu kimi videom yoxdur. Kanalda bu cür videoda heç vaxt görməyəcəksiniz. Çünki mən 4 il ərzində əlaçı olmamışam. Mənim fokuslandığım universitetdə qazandığım bilik, o cür qazanmaq, irəli getmək olmayıb. Mənim universitetdən çıxardığım təcrübə və həyatımı həmən təcrübəyə əsasən irəli sürməkdir. Yəni bəlkə də sizin üçün adi gələ bilər, amma bu cür məsləhətlərlə siz özünüzə dərslər çıxara biləcəksiniz təbii ki. Universitetin ilk günündə sizin üçün, bir də onu deyim, universitetə gələndə ilk gündə məktəbli formasında gələn tələbələr olur, onu eləməyin. Kənardan yaxşı görünmür, gülənlər olur. Ona görə də universitetə çox rahat geyimdə gəlin. Yəni, universitet sizin artıq təhsil ocağınızda, amma xüsusi bir geyimi yoxdur. Sizə necə xoşdur, o cür geyinə bilərsiniz. Universitetin ilk günü sizə lazım olacaqlar, onu qeyd eləmək istəyirəm və sonradan qaldığımız yerdən davam edə bilərik. Universitetin ilk günü mən 2 dənə dəftər aparmışdım. İndi bunları nümunə olaraq götürürəm. Təbii ki, 4 il öncəki dəftərlərimi saxlamamışam. 2 dənə dəftər aparmışdım. Birində müəllimlərimin adını, biri boş qalmışdı zaten. İstəsəniz bir dənə də kifayət eləyir. Birində, məsələn, keçmişdi. Bizim ilk dərsimiz psixologiya dərsi idi. Psixologiya dərsində mən götürüb qabağına yazmışdım. Qabağına müəllimimin adını yazmışdım. Sonra dərsin saatını yazmışdım. Hər dərsin saatları fərqli olur, kreditləri fərqli olur. Onları təbii ki, universitetdə öyrənəcəksiniz. Kredit nədir, dərs saatı necə olur. Və mən də yazmışdım orada. Müəllimim də çox şirin müəllim idi. Bizə mühazirə dərsi keçmişdi. Çox yaxşı idi o müəllim.
Hər müəllimdə dəyişir, yəni hər semestr fərqli-fərqli müəllimlər görürsüz. Müəllimlərlə maksimal aranızı yaxşı tutmağa çalışın. Müəllimin adını yazmışdım, bir də xüsusi qeydlər eləyirdim. Bəzi müəllimlər sizə mühazirələrdə qaydalar yazdıracaq. Bir tutaq ki, fənnimiz var, psixologiya. Həmən psixologiya fənni 2 yerə bölünür. Seminar dərsi, mühazirə dərsi. Seminar dərsi ilə mühazirə dərsini eyni müəllimlər götürə bilir, amma bizdə çox vaxt fərqli müəllimlər olur. Seminar dərsində müəllim sizə qiymət yazır, mühazirədə isə müəllim sizə dərs keçir. Dərs keçən müəllim sizdən dəftər tələb edə bilər. Sizdən qaydaları, hər bir şeyi yazdırır. Nə bilim, sərbəst iş olur sonra ilin sonunda. İndi onu da gələrəm. Sərbəst işlərdə məsələn qiymətlərinizi yoxlayır. Mühazirə müəllimi ilə də aranı saxlamaq yaxşıdır, amma qiymət yazan çox vaxt seminar müəllimləri olur. Yəni çox vaxt deyəndə belə olur. Ona görə də seminara daha üstünlük vermək lazımdır. Sizin 10 ballıq qayıb limitiniz var. Dərs saatına əsasən sizin qayıb limitləriniz, qayıbınız daha doğrusu aşağı düşür. Məsələn, tutaq ki, indi hər universitetdə də fərqli ola bilər. O cürdən mən sizə məsələ verə bilmərəm. Mən pedaqoji universitetində oxuyuram. Və belə deyək də, tutaq ki, siz bir dərs gəlmədiniz, balınız hələ də 10-dadır. Tutaq ki, ikinci dərs gəlmədiniz, balınız düşür 9-a. Bal da ki, sizin ümumi 50 balınıza təsir eləyir. Tutaq ki, il əvvəlindən məsələn bir hədəfiniz olsun. Mən tutaq ki, əlaçı olmaq istəyirəm. Ona uyğun sən dərslərə hər birinə girməlisən. Təbii ki, bir-iki istisna ola bilər. Dərslərdə çox yaxşı oxumalısan, müəllimin gözünə girməyi bacarmalısan, digər şagirdlərdən, digər tələbələrdən seçilməlisən. Ona görə də yaxşı oxumaq lazımdır əlaçı olmaq üçün. Yəni hər şey rahat deyil. Bizdə ortalama söhbəti var. İndi ortalama söhbətini universitetdə başa düşəcəksiniz nə deməkdir. Bizdə ortalama var deyə və tələbələrimizin çoxu kəsildiyinə görə ortalamaya o qədər də mənasız qalır. Yəni kəsilməyən hamı stipendiya alır. Və mən də ona görə sadəcə keçməyə odaqlanırdım. Yəni imtahana keçim, keçid balımı yığım. Mənim üçün əsas keçid idi ki, mən o adi stipendiyanı alım, kəsilməyim. Çünki kəsiləndə siz semestr ərzində stipendiya almırsınız, stipendiyadan məhrum qalırsınız. Kəsilməyin, dərslərinizi yaxşı oxuyun, dərslərə girin. Sizin üçün yaxşı olsun. Və universitet tələbələrinə başqa verə biləcəyim tövsiyələrdən birisi yuxarı kurslarla əlaqəniz olsun. Fərqi yoxdur neçənci kursdur, 2-dir, 3-dür, 4-dür. Əsas o da əlaqəniz olsun. Bilirsiniz bu nəyə yarayır? Həm sizin məsələn sualınız olanda koridorda keçən bir şəxsdən soruşmursunuz, ondan soruşursunuz. Həm də imtahan ərəfəsində çox yarayır. Və bu indi mənim o yuxarı kurslarla əlaqəm olduğu xanımlarla belə əlaqəm var. Yəni çox yaxşı insanlardılar. Çünki mənə imtahan boyu dəstək olublar. Dəstək deyəndə nəyə nəzərdə tuturam? İmtahanlara az qalmış. Bizdə imtahan sualları olurdu. Bəzən olurdu, onlar imtahan suallarını hazırlayırdılar. Bizə elə belə verirdilər ki, hə, siz də hazırlaşa bilərsiniz. Və yaxud da tutaq ki, bizdə müəllim, atıram X müəllimdir, eyni fənə keçir. Onlar da həmən müəllim keçib artıq müəllimin iş prinsipini, şagirdlərlə davranışını, müəllimdən necə yüksək bal almaq olar, bu kimi cavabları artıq ondan soruşa bilirdim. Yəni o da mənə artıq semestr boyunca köməyimə yarayırdı. Təşkilatlar olacaq. Universitetin ilk həftəsindən artıq bir çox təşkilatların üzvləri universitetə sizin sinif otağınıza daxil olacaq və yaxud da müəyyən qruplarınız olacaq. Həmən qruplara əlavə eləyəcəklər. Mənim fikrimcə, yəni burada artıq iki cür fikir meydana gəlir. Mən yaxşı görə bilmirəm. Çünki mən birinci kursda başladım menecer kimi. Sonra bizdə Atbu TV-də aparıcı kimi başladım. Nə bilim, bilirsiniz necədir? Biraz vaxtı itkisi kimi düşünürəm. Amma sənin universitet ərzində işləmək kimi bir planın yoxdursa, qoşula bilərsən. Əlavə təcrübədir, yeni biliklər öyrənirsən. Amma mənim fikrimcə yəni vaxt itkisidir. Mən məsələn bilirsiniz necə, bəlkə məni qınayacaqsınız, amma mənim o yöndən bir çıxarım yoxdursa, mən ona baş qoşmuram. Çıxar deyəndə, yəni mən orada nəsə qazanmıramsa, mən ona baş qoşmuram. Çünki mənim üçün vaxt itkisidir. İndi təbii ki deyirəm, yenə də deyirəm, burada iki cür fikir meydana gəlir. Təcrübə qazanmaq istəyənlər var, pul qazanmaq istəyənlər var. Mən pul qazanmaq istəyən tərəfdənəm. Ona görə də mənim üçün önəmli deyil, əhəmiyyəti yoxdur. Universitetin ilk günündə çalışın, qruplaşmalara qoşulmayın.
Həqiqətən əzizlərim. Çünki insan sonra peşman olur. Sənin yaxın olduğun insan sonra gedir, sənin danışdığın şeyləri başqasına danışır. Elə bir şeylər ola bilir, amma yaxşı insanlar da olur aralarında. Təbii ki, demirəm, universitetdə qazandığınız hər dostluq pisdir. Yox, belə bir şey demirəm. Sadəcə qruplaşmalar olur. O qruplaşmalarda sonra sizə təsir eləyə bilir. Ona görə də eləməyin. Və sevgili eləməyin, qrupunuzdan sevgili eləməyin. Çünki çox pis bir şeydir. Məsələn, sənin sevgili olduğun insan, sən 1-ci kursda olmusan. Amma sən 3-cü kursdan və yaxud da 2-ci kursdan, sən artıq ondan əlaqəni bitirmisən. Sənin eyni sinif otağında, eyni otaqda, auditoriyada sən onu görürsən. Fərqi yoxdur. Yəni hər gün görürsən. Yaxşı bir şey deyil. Sən müəyyən qədər də həyatından çıxarıb kənara atsan belə, yəni onu görürsən və o sənə özünü xatırladır bir şəkildə. Ona görə də uzaqlaşmaq ən yaxşısıdır. Elə münasibətlər eləməyin. Özünüzü uzaq eləyin elə bir şeylərdən. Və yenə də deyirəm, hər kəslə aranızı yaxşı tuta bilərsiniz, hər kəslə mehriban ola bilərsiniz. Məsələn, bizim qrupda olmayıb, amma mən bəzi qruplarda görürəm ki, haralarasa gedirlər, nə bilim, tələbələr bir-birlərindən dost kimidirlər. Hətta universitet bitəndən sonra bir-birlərinin toylarına gedirlər, amma yenə də deyirəm, bizim qrupda, məsələn, mənim bir yaxın dostum varsa, o birisinin də bir-iki dən yaxın dostu var bu cür. Yəni, ümumi sinifin, ümumi qrupun əhvalından söhbət gedirsə, hamı yaxşıdırsa, hamı yaxşı olur. Və saatlar, universitetin saatları bizdə 90 dəqiqə olurdu. Deyəsən 90 dəqiqə idi. Yox, 80 dəqiqə dərs olurdu. Mənim universitet başlayır 4-cü kursam, yadımdan çıxdı. Və dəqiqələr, tənəffüslər 10 dəqiqə olur. 10 dəqiqədə tutaq ki, mənim 1-ci saatım 2-ci mərtəbədədirsə, 2-ci saatım 4-cü, 5-ci mərtəbədə ola bilər. Yəni, məktəbdəki kimi hər gün, hər saatda eyni sinif otağında olmursunuz. Fərqli sinif otaqlarında olursunuz. Bunda cədvəli sizə tutor verir. Tutor sizin sinif rəhbəriniz kimi düşünə bilərsiniz, amma sinif rəhbəri deyil. Tutor sizə dərs saatlarını, dərs qrafikini, stipendiya cədvəlini, imtahan saatlarını, imtahan otaqlarını, bu kimi şeyləri verir. Qalan iş Starsanın üzərinə düşür. Starsa isə sizin auditoriyadan, qrupunuzdan bir nəfər olur. Ən çox qrupda yüksək bal yığan olur. O da ki, Starsanın işi çox olur. Jurnala nəzarət eləyir, tələbələri nəzarət eləyir. Bu kimi işləri olur, vəzifələri olur. Və daha çox müəllimlər tutaq ki, bir kitab atmaq istəyir və yaxud da PDF vermək istəyir. Onu ümumi qrupla yox, Starsaya atır, Starsa ümumi qrupa atır. Belə bir şeylər. Yuxarı kursları bayaq nəzərdə saxladım. Bir də kitab məsələsinə gələcəm. Hər fənnin ayrı kitabları olur öyrənməniz üçün və yaxud da dediyim kimi, mühazirə müəllimləri sizə əgər deyir ki, məsələn, bugün bu şeyi yaz, ona görə kitaba ehtiyac olmur bəzi fənlərdə, amma bəzi müəllimlər deyir ki, kitab lazımdır da, mütləq ki, kitabxanadan da əldə edə bilərsiniz. Ən yaxşısı PDF-dir, çünki alırsa sonra köhnəlir, amma bir yol da var ki, yuxarı kurslarda kitablar olur, onlar satırlar. Çox vaxt gedib baha qiyməti almaqdansa, ikinci əl kimi yuxarı kurslardan alsanız sizə sərf eləyəcək. Onda nəzərinizdə olsun. Bildirmək istəyirəm ki, 1-ci kursuz hər birinizə uğurlar arzulayıram. İnşallah 15 sentyabr və ümumi semestriniz sizin üçün uğurlu keçər. Hər birinizə uğurlar arzulayıram bir daha. Müvəffəqiyyətlər. Videonu izlədiyinizə görə də çox təşəkkür edirəm. Bu videonu dostlarınızla paylaşa bilərsiniz. 1-ci kurs olan hər kəslə paylaşa bilərsiniz ki, faydalansınlar. Öpürəm sizləri. Kanalıma abunə olun. Növbəti videolarda görüşərik.